Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən sizə təsriflənən və təsriflənməyən feillər haqqında danışacağam. Ümumiyyətcə, feil əşyanın hərəkətini bildirir. Nə etdi və nə edir, nə edəcək suallarından birinə cavab verir. Təsriflənən və təsriflənməyən olmaq halda iki yerə bölünür. Təsriflənmək sözü təsrif sözündəndir. Təsrif sözündəndir və mənası dəyişmək deməkdir. Yəni, zamana görə dəyişmək, şəxsə görə dəyişmək və kəmiyyətə görə dəyişmək. Əgər zamana, şəxsə və kəmiyyətə görə dəyişə bilirsə, təsriflənən feildir, dəyişə bilmirsə, təsriflənməyən feillərdir. Təsriflənməyən feillər hansılardır? Təsriflənməyən feillər məsdərdir, feili sifətdir və feili bağlamadır. Gəlin, yazıram. Bir dənə təsriflənən feil yazıram. Yaz. Bir dənə məsdər yazaq, yazmaq. Bir dənə yazaq, feili sifət, yazan. Və bir dənə də yazaq, feili bağlama, yazanda. Aha, yazanda. Deyəsən, xətlərini uzun qoymuşam. Heç nə, belə. Gəlin, başlayaq. Birinci, zamana görə dəyişək. Feilin 3 zamanı var. İndiki zaman, keçmiş zaman və gələcək zaman. Və hər bir zamanın da özünün şəkilçiləri var. Yaz, yazır, yazar və yazdı. Sualını verirəm. Yazır, nə edir? Yazar, nə edər? Yazdı, nə etdi? Zamana görə dəyişdi. Deməli, təsriflənən feildir. İndi gəlin bunu təsriflənməyənlərdə baxaq. Yazmaq sözünə yazırmaq deyə bilərsən və yaxud da ki, yazmaqar deyə bilərsən. Deyə bilərsən, yox, deyə bilmirsən. Deməli, nədir? Zamana görə dəyişmədi. Və yaxud da yazan sözünə yazaran deyə bilərsən. Yazaran deyə bilmirsən. Və yaxud da yazanda sözünə deyə bilərmisən ki, yazanda, nə bilim, yazanda deyə bilirsən. Yox, görsən, bax, heç birisini deyə bilmirsən. Deməli, neynədir? Zamana görə dəyişə bilmədi. Zaman anlayışı buradan gəlir. Ondan sonra kəmiyyətə görə dəyişmək var. Kəmiyyət nədir? Kəmiyyət, yəni onun kəmiyyətini bildirir, çoxluğunu bildirir, azlığını bildirir. Kəmiyyət şəkilçisimiz nədir bizim? Lar, lər şəkilçisidir. Baxıram, yazarlar. Yazarlar. Nə edərlər? Yazarlar. Oldu. Yazmaqlar deyə bilərəm. Yazmaqlar deyə bilərəm. Yox. Yazmaqlar nədir? Deyə bilmərəm. Yazanlar deyə bilərəm. Hə, deyə bildim. Yazandalar deyə bilərəm. Yox, deyə bilmədim. Deməli, burada bizi qarşıya salan nə oldu? Feili sifət oldu. Deyirsən ki, yazarlar və deyirsən ki, yazanlar. Bilirəm, bu dəqiqə sual versən ki, ay müəllim, əgər kəmiyyətə görə dəyişmirsə, hər ikisində axı lar, lər şəkilçisi var və bu necə oldu? Bəs dəyişmirdi kəmiyyətə görə. Dəyişmir yenə də uşaqlar. Baxın, lar, lər şəkilçisinin bir kəmiyyət anlayışı var, bir də cəmlik anlayışı var. Kəmiyyət feil üçün keçərlidir. Cəmlik isim üçün keçərlidir. Yazarlar. Nə edərlər? Yazarlar. Sual hansı intik hissəsinin sualıdır? Nə edərlər? Feilin sualıdır. Yazanlar. Kimlər? Yazanlar. Bəs bu hansı intik hissəsinin sualıdır? İsmin sualıdır. İndi mən sizə sual verirəm. İsim olan yerdə feilin nə işi var? Burada yazarlar deyirlərsə, feildirsə, feildə nə axtarasan? Kəmiyyət axtarasan. Yazanlar deyirsə, kimlər, sualını eşidirsənsə, isim varsa, cəmlik axtaracaqsan. Bu o deməkdir ki, cəm və kəmiyyət anlayışı fərqli şeylərdir. Kəmiyyət feil üçün keçərlidir, cəmlik isim üçün keçərlidir. Bax, bunu bilmirik deyə qarşıya salıq deyə testlərdə səhv edirik. Gəlir testə düşür ki, məsəl üçün, yazanlar sözündə kəmiyyət şəkilçisi var. Deyirsən ki, hə, düzdür. Və yaxud da deyir ki, yazarlar sözündə cəmlik şəkilçisi var. Deyirsən, hə, düz. Xeyr. Sən feildə feilə aid olanı götürməlisən, isimdə isimə aid olanı götürməlisən.
Yazanlar sözü isim deyil ha, isimləşmiş feili sifətdir. Feili sifət həm sifətin, həm də ki, feilin xüsusiyyətini daşıdığına görə və sifət də isimləşə bildiyinə görə avtomatik olaraq feili sifət də isimləşir və isimləşəndə cəmli şəkilsini qəbul edə bilir. Deməli, konkret olaraq deyirik ki, müxtəsər, feili sifətdir, məstərdir, feili bağlamadır, kəmiyyətə görə dəyişə bilmir. Yəni, yazanlar sözündəki larlar kəmiyyət şəkilsi deyil, cəmlik şəkilsidir. Ondan sonra və şəxsə görə dəyişmək anlayışı. Şəxsə görə, ona görə biz şəxs şəkilslərindən istifadə edirik ki, işin, hərəkətin neçənci şəxs tərəfindən həyata keçirildiyini bilmək üçün. Məsəl üçün deyirəm, mən yazıram, sən yazırsan, o yazır, biz yazırıq, siz yazırsınız, onlar yazırlar. Aha, bunlar nədir? Feilin şəxsə görə dəyişməsidir. İndi gəl onun məstərdə baxaq. Deyirəm ki, mən yazmağam, deyə bilmədim. Sən yazmaqsan, deyə bilmədim. O yazmaqdır. Aha, buradakı dırdır şəkilçisi məstər. Bax, bir dənə bunu yazım. Yazmaqdır, yazmaqdır. Bax, buradakı dırdır, durdur var ha. Bu xəbərlik şəkilçisidir. Şəxs şəkilçisi deyil. Bax, elə o xəbərliklə də şəxs şəkilçisi ayrı-ayrı anlayışlardır. Nə bilim, sən yazmaqsan, deyə bilmirsən. Deməli, neynədir? Kəmiyyət şəxsə görə dəyişə bilmədi. Mən yazanam, sən yazansan, o yazandır, biz yazanıq, siz yazansınız, onlar yazandırlar. Dəyişdi. Və bu necə oldu? İndi gəlirəm onu da izah eləməyə. Məsəl üçün, mən yazanam. Yazını yazanam, tutaq ki. Mən yazandanam, sən yazandansan, o deyə bilmədim. Deməli, buna da 1x. Bəs yaxşı. Əgər mən yazıram və mən yazanam birləşməsində ikisində də eyni şəkilçisi varsa, niyə deyirəm ki, mən şəxsə görə dəyişə bilmir? Və yaxlarım dediyim kimi, necə ki dedim ha, kəmiyyətlə cəmlik ayrı-ayrı anlayışlardır, ayrı-ayrı qissəsinə məxsusdur. Xəbərliklə də şəxs elədir. Xəbərliyi isimdə axtarırsan, şəxsi feildə axtarırsan. Məsəl üçün, mən yazıram birləşməsindəki, məsəl üçün, sən yazırsan birləşməsindəki sansən şəkilçisi şəxs şəkilçisidir. Sən yazırsan, nə edirsən, yazırsan. Feilin sualını eşitdin avtomatik olaraq. Deməli, buradakı şəxs şəkilçisidir. Amma sən yazını yazansan da, sən yazını yazansan. Kimsən? Yazansan. Burada nə eşitdin? Kimsən? Kim nəyin sualı idi? İsmin. Deməli, buradakı nə oldu? Xəbərli şəkilçisi oldu. Burada da gətirib suala salırlar. Və yaxud da ki, yazmaqdır. Buradakı dırdır, durdur da xəbərli şəkilçisidir eyni zamanda. Gətirib sual salır ki, mən yazanam ifadəsində şəxs şəkilçisi işlənibdir. Yanlışdır. Bu şəxs deyil, bu xəbərlikdir. Xəbərliklə şəxsi bir-birinə qarışdırmaq olmaz. Belə. Uşaqlarda ən çox problem yaradan məsələlər bu idi. Əsas odur ki, bunlara aydınlıq gətirdik. İnanıram ki, sizin üçün də bu hissəni aydın izah etmişəm. Əgər aydın izah etməmişəmsə, komment bölməsində qeyd edərsiniz. Ondan sonra gəlin baxaq, feilin təsriflənməyən formaları hansılar idi? Ümumiyyətcə, feilin təsriflənməyən formalarının belə bir xüsusiyyəti var ki, iki nitq hissəsinin xüsusiyyətini daşıyır və ona görə bunlara təsriflənməyən feillər deyirlər də. Bir var, bir atanın, məsəl üçün, belə deyim də, biri var ki, iki Azərbaycanlının övladı olasan, bir də var ki, bir xarici ilə bir Azərbaycanlının övladı olasan. Hansında safqan Azərbaycan olursan, təbii ki, iki Azərbaycanlıdan olsun. Və burada da eyni məsələdir. Biri var ki, sən ancaq feilin xüsusiyyətini daşıyasan, onda ancaq feilin xüsusiyyətini daşıyana təsriflənirsən də, zamana görə dəyişə bilirsən, şəxsə görə dəyişə bilirsən, kəmiyyətə görə dəyişə bilirsən, feilin bütün xüsusiyyətlərini daşıya bilirsən. Amma iki nitq hissəsinin xüsusiyyətini daşıyanda sənin artıq qarşında maneələr olur, yəni sərbəst şəkildə hərəkət edə bilmirsən və bu da olur, təsriflənməyən feilləri əmələ gətirir. Və bu feilin təsriflənməyən formalarında iki nitq hissəsinin xüsusiyyəti daşınır. Hansılardır? Məstərdir. Məstər. Məstər iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Bir ismin və bir də feilin. Bax, bu isim hissəsi məstərə maneələr olur ki, tam feilin bütün xüsusiyyətlərini götürsün. Feili sifət daşıyır. Adından da göründüyü kimi sifətin və feilin. Bax, bu sifət mane olur bu feili sifətə ki, o rahat aktiv şəkildə hərəkət göstərsin. Bir də var feili bağlama.
Bu da aiddir. Bir feilin xüsusiyyətini daşıya bilir, bir də zərfin xüsusiyyətini daşıyır. Gördük, hər üçü ikili nitq hissəsi daşıdı. İki nitq hissəsinin xüsusiyyətini daşıdı. İndi gəlin baxaq görək hansı nitq hissələridir ki, daha doğrusu hansı xüsusiyyətlərdir ki, daşıyır. Aha. Məsəl üçün birinci başlayaq məslərdən. Məslər maqmək şəkilçisinin köməyi ilə düzəlir. Məsəl üçün yazmaq, demək, oxumaq və s. Məslər bir ismin xüsusiyyətini daşıyır, bir də feilin xüsusiyyətini daşıyır. İsim kimi nə edə bilir? Birinci feildən başlayaq elə. Feil kimi hərəkət bildirir. Məsəl üçün, bax, yazmaq deyəndə güclə hərəkət də var da burada. Nə qədər ismin xüsusiyyətini daşısa da, məslərdir, feili sifətin xüsusiyyətini daşısa da fərqi yoxdur. Məslərdir, feili sifəti, feili bağlamadır. Nitq hissəsi olaraq feildir. Sən buna isim və yaxud da sifət deyə bilməzsən və yaxud da zərf deyə bilməzsən. Nitq hissəsi olaraq feildir. Amma digər nitq hissələrində xüsusiyyətini daşıyır. Elə bir ata feildir, qanlarında, damarlarında xanqan feildir. Amma anaların da xüsusiyyətlərini götürüblər. Amma əsas olaraq feildirlər də, belə deyim. Aha, feil kimi hərəkət bildirə bilir, feil kimi təsdiqdə və inkarda ola bilir. Məsəl üçün, yazmaq və yaxud da yazmamaq. Ondan sonra feil kimi növə görə dəyişə bilir. Məsəl üçün, deyirəm, məsələn, yazılmaq, nə bilim, görüşmək və s. Ondan sonra bir də ki, isimdən fərqli olaraq ətrafına söz toparlamaq, daha doğrusu tərkib əmələ gətirmək xüsusiyyəti vardır. Məsəl üçün, bu necə yaranır? Deyirəm ki, dərslərini yaxşı oxumaq, yazım indi bunu bir dəqiqə, mən yazım gələm indi. Dedik ki, məslər özündən əvvəl gələn sözləri özünə tabe edir və bir şəkildə suala cavab verirlər və tərkib əmələ gətirirlər. Dərslərini yaxşı oxumaq hər bir şagirdin borcudur. Hər bir şagirdin borcudur. Nə? Dərslərini yaxşı oxumaq. Bax, gördünüz, bu dərsləri sözü, yaxşı sözü oxumaq sözünə tabe oldu və üçü bir şəkildə suala cavab verdi. Və neynədi? Məslər tərkibi əmələ gətirdi. Amma belə bir qaydamız var. Sən hər məslər gördün və hər özündən əvvəl sözlər var deyə, onu özünə tabe edib deyə, ona məslər tərkibi deyə bilməzsən. Məsəl üçün var, Ayselin dərslərini oxumağı müəllimi sevindirdi. Müəllimi sevindirdi nə? Ayselin dərslərini oxumaq var. Demək olar ki, ikisi də bir-birinə oxşardı. Və bax, oxumaq məslər var, özündən əvvəl sözlər var, hər ikisində və hər ikisi bir şəkildə suala cavab verdi. Amma birinci məslər tərkibidir, ikinci isə məslər tərkibi deyil. Ona görə deyək ki, bu üçüncü növ təyini söz birləşməsidir. Ayselin oxumağı. Birinci tərəf yəli çal, ikinci tərəf mənsubiyyət şəkilçili söz. Deməli, neynədir bu? Tərkib əmələ gətirmədi. Tərkib əmələ gətirməsi üçün bunları özünə tabe etməlidir, bir şəkildə sual cavab verməlidir və burada hər hansı bir növ təyini söz birləşməsini formalaşdırmamalı. Yəni, ikinci növ olsun, üçüncü növ olsun, formalaşdırmamalıdır. Başa düşdük? Başa düşdük. Ondan sonra bunlar nə oldu? Feilə məxsus olan xüsusiyyətləri oldu. Bir də var ki, ismə məxsus olan xüsusiyyətləri. İsmə məxsus olan xüsusiyyətləri ondan ibarətdir ki, isim kimi hallana bilir. Məsəl üçün, oxumağın faydası. Faydası. Bax, oxumağın faydası. Oxumağın burada nə oldu? Yəli çal oldu və yaxud da oxumağı sevirəm. Nəyi sevirəm? Oxumağı hal şəkilsini qəbul etdi. Ondan sonra mənsubiyyətə görə dəyişə bilir. Mənim oxumağım. Oxumağım, bax, görürsən, mənsubiyyət şəkilsini qəbul etdi. Amma cəmlənə bilmir. Cəmli şəkilsini qəbul etmir. Oxumaqlar deyiləm, axı deyə bilmirik. Yazmaqlar deyə bilmirik. Ondan sonra qoşmalarla işlənə bilir. Məsələn, oxumaq qədər. Oxumaq qədər gözəl bir şey yoxdur. Buradakı qədər qoşmadır. Qoşma ilə işlənibdir. Ondan sonra xəbərli şəkilsini qəbul edə bilir. Amma yalnız üçüncü şəxsin təkinin xəbərliyini. Məsəl üçün, oxumaqdır. Amma isimdən fərqli olaraq, isim kimi dediyim kimi cəmlənə bilmir, bir də adlandırmaq xüsusiyyəti yoxdur. Ad vermək, adlandırmaq ismə məxsus xüsusiyyətdir.
Yəni məstərdə hər hansı bir əşyanın adını bildirmək kimi bir xüsusiyyəti yoxdur. Gətirib suala salırlar, deyirlər ki, məstərlər də isim kimi əşyaya ad verir, adlandırır. Bu nədir? Yanlışdır. Aha, ondan sonra bu məstərə aid olanlar idi. Ondan sonra nə var? Məstər bir də ki, isim kimi cümlə üzvü olur da, mübtadi ola bilir, zərfli ola bilir, bir də ismi xəbər ola bilir. Üçüncü şəxsin təkinin xəbərliyini qəbul edib ismi xəbər ola bilir. Belə. Ümumiyyətcə feili xəbər ola bilmir. Nə məstər, nə feili sifət, nə də feili bağlama. Çünki feili xəbər olması üçün axı dedim də şəxsə görə, zamana görə, keyfiyyətə görə dəyişməsi lazımdır. Bunların da heç birisi onda olmadığına görə olmur. Amma məstərdir, feili sifətdir. İsmi xəbər mövqeyində çıxış edə bilər. Amma feili xəbər ümumiyyətcə feili bağlama ümumiyyətcə xəbər mövqeyində çıxış edə bilmir. Ondan sonra feili sifət var. Feili sifətində sifətə və feilə məxsus xüsusiyyətləri var. Hansılardır? Sifətə məxsus xüsusiyyətlərindən birinci başlayaq. Ya birinci şəkilçilərini yazın, ondan sonra sifətə yox. Gəlin elə birinci yazım, ondan sonra şəkilçilərinə keçərik. Feili sifətdə sifət kimi neyniyir? Birinci feili ad deyim. Feil kimi hərəkət bildirir. Ondan sonra feil kimi növə görə dəyişə bilir. Məsəl üçün deyirəm ki, yazılan, nə bilim. Ondan sonra deyilən və s. Ondan sonra təsdiqdə və inkarda ola bilir. Yazılan, yazılmayan. Ondan sonra bir də bu da məstər kimi tərkib əmələ gətirə bilir. Ümumiyyətcə feilin təsriflənmə formalarının hər üçü tərkib əmələ gətirirlər. Məsəl üçün yazıram ki, nə yazaq? Yarışda fərqlənən, yarışda birincilik qazanan, yazım gəlib. Yarışda birincilik qazanan mükafat alacaq. Mükafat alacaq kim? Yarışda birincilik qazanan. Gördük, bunun hamısı feili sifətə tabi oldu və bir şəkildə suala cavab verdilər. Nədir? Məstər tərkibi əmələ gətirdi. Amma bayaq dediyim kimi, əgər hər hansı bir növ təyini söz birləşməsini əmələ gətiribsə, bu nədir? Tərkib deyil. Məsəl üçün deyirəm ki, məktəbin yaxşı oxuyanları dəvət olundu ki, məktəbin oxuyanları. Gördünüz, üçüncü növ təyini söz birləşməsi yaratdı. Bu tərkib əmələ gətirilmiş sayılmır. Bir də ki, tərkib əmələ gətirmək üçün əvvəlində bir-iki dənə sözün olmağı şərt deyil. Bircə dənə də söz olsa, bu tərkib əmələ gətirilmiş olur. Bayaq bir də məstərdə demədim, mürəkkəb feil var. Mürəkkəb feillər tərkib əmələ gətirmir. Məsəl üçün, namaz qılmaq bilirik də, namaz qılmaq, daha doğrusu, məsəl üçün deyirəm ki, kömək etmək, çox xoşuma gəlir. Burada etməyi görür. Deyişədə özündən əvvəl bir dənə söz gəlib, deməli, məstəri tərkib əmələ gətirib, xeyr, yanlışdır. Kömək etmək ikisi bir şəkildə gedən mürəkkəb feildir. Ona görə də bu tərkib əmələ gətirmiş sayılmır. Eyni bu da feili sifət üzrə keçməsən, kömək edən, məsələn, bizi çağırdı. Burada tərkib yoxdur. Tərkibdən söhbət gedə bilməz. Amma belə, ümumiyyətcə, mürəkkəb feil olmasa, özündən əvvəl bir dənə də söz gəlsə, bu məstər tərkibi və yaxud da feili sifət tərkibi və yaxud da feili bağlama tərkibi demək olar. Sifətlə ortaq xüsusiyyətləri nədir? Sifət kimi deməli, təyin olmaq xüsusiyyəti var. Təyin ola bilir. Məsəl üçün deyirəm gözəl qız. Bir də var deyirəm ki, oxuyan qız. Qız necə, gözəl, hansı, oxuyan. Və gördünüz, və yaxud da gözəl qız, hansı qız, oxuyan qız, hansı qız. Və hər ikisi nədir? Eyni suala cavab verdi, sifətin suallarına cavab verə bilir. Hər ikisi neynir? Təyin ola bilir. Hər ikisi neynir? Özündən sonra gələn sözü izah eləyir. Ondan sonra hər ikisi isimləşə bilir. Məsəl üçün, gözəlləri çağır, oxuyanları çağır. Kimi çağır? Kimi çağır? Hər ikisi xəbərlik şəkilçisini qəbul edə bilir. Hər ikisi isimləşəndən sonra cəmlik şəkilçisini qəbul edə bilir.
Hər ikisi isimləşəndən sonra hallana bilir, mənsubiyyətə görə dəyişə bilir və s. yəni ismin xüsusiyyətlərini daşıya bilir. Bunlar da nə oldu? Feili sifətin sifətlə ortaq olan xüsusiyyətləri. Belə. Feili sifətlə bəzən elə var ki, sifətlər var ki, onlar bir-birinə qarışdırılır. Bax, dediyim kimi, sifətdən fərqli xüsusiyyətləri ondan ibarətdir ki, feili sifətin inkarda ola bilmir. Bax, belə fərqləndiririk bir-birindən. Məsəl üçün, deyirəm ki, ağlağan, dən yazım gəlir. Ağlağan uşaq, uşaq da yazıram. Uşaq, aha. Biri var deyirəm ağlağan uşaq, bir də var deyirəm ağlayan uşaq. Hansı uşaq, hansı uşaq? Baxırsan, deyirsən, ay Allah, mən nə bilim bu feili sifətdir, bu sifətdir. Necə biləcəyik? İki yolu var. Ən birinci, inkarda işlətməklə. Ağlağan uşaq, ağlamağan uşaq. Ağlamağan uşaq deyə bilmədin ki. Deyə bilmədin. Çünki niyə bu xalis sifətdir? Və xalis sifətdə inkar anlayışı ola bilməz. Amma ağlayan uşaq, ağlamayan uşaq. Aha, inkarda işlədə bildiyin, deməli xalis sifət deyil, feili sifətdir. Bir də bunlarda necə fərqləndirə bilərsən? Əgər bunun artıq xarakterinə çevrilibsə, bunun keyfiyyəti halına gəlibsə, bu sifətdir, ağlağan. Deməli, hər dəfə ağlayır. Bunun artıq keyfiyyəti də, xarakteridir. Amma hal-hazırki dövrdən söhbət gedirsə, indi ağlayır, həmişə yox, indi ağlayırsa, bu artıq feili sifətdir, ağlayan uşaq. Yəni, bu hal-hazırda indi ağlayır, həmişə ağlamır. Belə fərqləndirəcək. Ümumiyyətcə, fərqləndirə bilməyəndə başlayırsan özündən, daha doğrusu inkarda işlədirsən və yaxud da baxırsan keyfiyyət məsələsinə. Ondan sonra inkarda, məsəl üçün, sifət tərkib yarada bilmir, amma feili sifət tərkib yarada bilir. Ondan sonra dediyim kimi, sifət təsdiqdə və inkarda ola bilmir, amma feili sifət təsdiqdə və inkarda ola bilir. Ondan sonra feili sifət sifətə məxsus leksik şəkilçiləri qəbul edə bilmir, amma sifət özü öz şəkilçilərini qəbul edə bilir. Belə. Gəl indi şəkilçilərinə baxaq. Feili sifətin şəkilçiləri var. Mış, yazım gəlir. Bəli, mışdır, dığımdır, andır, acaqdır, malıdır, asıdır. Bunlar nədir? Feili sifətin şəkilçiləridir. Bunlar içərisində bizə tanış olan şəkilçilər var. Məsəl üçün, mış kimi, məsəl üçün, acaq kimi, malı kimi, ası kimi. Bunları biz hardan xatırladıq? Bəli, mış zaman şəkilçisidir, acaq zaman şəkilçisidir, malı vacib şəklinin şəkilçisidir, ası lazım şəklinin şəkilçisidir. Aha, və necə bunu fərqləndirəcək? Heç nə. Feil mövqeyindədirsə feildir, yəni ki, təsriflənən formanındır. Yox deyilsə, feili sifətdir. Deyirəm ki, yazını yazmalıyam. Bir də var, deyirəm ki, yazılmalı. Yazını yazmalıyam. Nə etməliyəm? Yazmalıyam. Nə etməliyəm? Sualını eşitdin? Deməli, nədir? Müəlliməli vacib şəkildir. Yazılmalı yazı. Hansı yazı? Yazılmalı yazı. Hansı sualını eşitdin? Feili ait bir sual eşitmədin ki? Yox, eşitmədin. Ona görə nədir bu? Feili bağlamalıdır. Feili bağlaması, feili sifətdir. Bəzən elə suallar var ki, iki formada düşünə bilirsən. Məsəl üçün, yemək. Bu nədir? Bunu yazdım mən. Yemək yeməlidir. İki formada düşünə bilərsən. Bir deyirsən ki, yemək yeməlidir. O, yemək yeməlidir. O, yeməyi yeməlidir. Nə etməlidir? Yeməlidir. Bir vaciblik qoydun ortaya. Deməli, nədir bu? Vacib şəkildir. Bir də var, deyirəm ki, yemək yeməlidir. Necədir? Yeməli, yəni dadlı mənasında, yeməli mənasında. Burada nə oldu? Feili sifət oldu. Adətən belə sualları ilə bir-birindən fərqləndirəcəksiniz. Belə. Bir də var feili bağlama. Feili bağlamada həm feilin, həm də ki, zərfin xüsusiyyətlərini daşıyır. Feili bağlamada feil kimi hərəkət bildirir, təsdiqdə və inkarda olur, qrammatik məna növləri olur və tərkib yarada bilir. Biz sizi görəndə çox sevindik. Nə zaman sevindik? Sizi görəndə. Kim? Biz. Gördün, buradakı biz hamısı sözün tərkibinə daxil olmadı. Çünki niyə? Bu artıq ayrıca bir mübtədədir. Sən mübtədəni gətirib bunun tərkibinə qata bilməzsən. Bax, bayaq mən bunu deməyə çalışırdım ki, bütün tərkiblərdə, yəni
Əgər məsəl üçün sən təsriflənməyən formanı görmüsənsə, əvvəlinə gələn bütün sözlərin hamısı tərkibə daxil deyil. Baxırsan da, yəni əgər bu ayrıca mübtadiə kimi çıxış edirsə, ayrı bir suala cavab verirsə, sən gətirib onu məcbur şəkildə tərkibə isə sala bilməzsən. Biz sizi görəndə çox sevindik. Nə zaman sevindik? Biz sizi görəndə demirsən, sən ki sizi görəndə. Kim? Biz. Sən mübtadiəni gətirib tərkibin içinə, yəni zərfin içərisinə sala bilməzsən. Amma bax sizi görəndə, bax görsən özündən əvvəl bircə dənə söz gəlibdi, amma neyniyibdi? Tərkib yaradıbdı. Ondan sonra bir də zərf kimi xüsusiyyətləri var ki, feili bağlamanın zərfin suallarına cavab verir. Zərf kimi hərəkətin tərzini bildirir. Məsəl üçün, qaça-qaça gəldi. Necə gəldi? Qaça-qaça gəldi. Zamanını bildirir. Məsəl üçün, elə bayaq biz sizi görəndə təəccübləndik. Nə zaman təəccüblənmisiniz? Sizi görəndə təəccüblənmişik. Nə bilim, kəmiyyətini bildirir, zamanını bildirir və s. Belə və zərfin sonunda və zərfli olur cümlədə. Feili bağlamanın şəkilçiləri var. Ibdır, araqdır, ondan sonra aədir, ondan sonra belə aədir, ondan sonra madandır, ondan sonra dıqcadır, nə bilim, andadır, mışdır. Feili bağlamanı tapmaq asandır. Bilmirəm niyə mənim üçün feili bağlama ən asan tapılanlardandır. Feili bağlamada problem nə yarada bilər? Feili bağlamada zərflə qarışdırıla bilər ki, məsəl üçün elə sözlər var ki, həm bunu zərf kimi düşünə bilərsən, həm də ki, feili bağlamanın özü kimi düşünə bilərsən. Məsəl üçün, bunlar hansı sözlərdir? Tikə-tikə sözləridir. Ondan sonra dönə-dönə sözləridir. Ondan sonra birini yazıram da, tikə-tikə, dönə-dönə. Ondan sonra dama-dama sözüdür. Gəlin baxaq. Bu da qoşa A ilə yazılanlarda ən çox problem yaradır. Biri var ki, deyirəm ki, məsəl üçün, anam paltar tikə-tikə, nə bilim, qoy yazım gəlmir, belə vaxt çox gedir. Anam paltarı tikə-tikə mənə göz qoyurdu. Nə edirdi? Göz qoyurdu. Kim? Anam. Nə zaman? Paltarı tikə-tikə. Bax, feili bağlama tərkibi yaradıbdır. Bax, burada tikə-tikə. Paltarı tikə-tikə. Nə oldu burada? Feili bağlama oldu. Aha, bir də var, deyirəm ki, anam əti tikə-tikə doğradı. Necə doğradı? Tikə-tikə doğradı. Yəni ki, parça-parça mənasında. Deməli, birinci feili bağlamadır, ikinci nədir? Zərfdir. Və yaxud da deyirəm ki, su dama-dama göl olar. Nə edər? Göl olar. Nə vaxt dama-dama da, yəni damcılaya-damcılaya mənasını ifadə edirsə, feili bağlamadır. Bir də var, deyirəm ki, anam dama-dama şalvar aldı. Necə şalvar aldı? Dama-dama. Burada isə nə oldu? Mürəkkəb sifət oldu. Mən ona dönə-dönə demişəm. Yəni, dəfələrlə mənasını verirsə, zərfdir. Amma məsəl üçün, maşını dönə-dönə, nə bilim, qəza elədi. Nə zaman? Maşını dönə-dönə, yəni döndərə-döndərə mənasını ifadə edirsə, bu nə olur artıq? Feili bağlama olur. Yəni, belə. Elə də böyük bir çətinlik yoxdur burada. İnşallah ki, mən tam aydın şəkildə fikrimi sizə çatdıra bildim. Sağ olun.